Senin qabağında limon yeyəndə nə olur ümumiyyətlə? Valla mən yoxlamamışam elə şey. Ancaq mənə dəxli olmayan şeydir. Çünki məndə orqanizmdə var, tusulu var, mənə heç təsir etmir. Limon yeyəndə təsir eləmirsən. Biz Zurnanın zəhmətobuzda birini köklüyək də. Elə birbaşa bir çəkən çay şeysən. Yox, elə birinci bundan başlayaq. Onların fərqi var ümumiyyətlə, bax o. Ha, ayrı-ayrı köklərdədir. İndi əvvəl dəmkeşlə istifadə olunurdu, yaxşı idi. Adama güc gəlməzdi. Çünki qamışdır, bağlıysan, islanır, onun öz zatında var da onu düzgün işləməməyi. İndi isə məcbursan ki, sən kökdə çalasan, sinzator, qarmon, əvvəl sən necə çalasan? Qamışdan deyil, hə? Niyə? Qamışdandır. Qamışdandır. Mən qamış ancaq istifadə edirəm. Ya birbaşa gələk yoluna biləyəsən də. Birbaşa. Mən doymuşam, bir gibi sənə. Bir dəfə də bizi üçün eləyirlər. Vallahi doymuşam. Ümumiyyətlə, həmişə mən görmüşəm zurnaçılar o zurnanın belə, bunun adı nədir bunun? Qəmiş. Dəqiqə bəlkə 5 dəqiqə belə eləyirlər. Hazırlıq olmayanda elə ki. Sizdə həmişə hazırlıqlıdır da. Baxır da hərdən istifadə edəndə hə var. İndi bunlar hazırlıqlıdır. Hazırlıqdır. Birbaşa mümkündür da. Getdik ki. Mənə də bax da, ara bir mənə də bax. Mənə də bax. Mənə də bax. Mənə də bax da. Təzyiqim düşdü. Mən tibis